Hə, köhnələr. Bir işgüzar səfərlə gəlmişəm Qəbələyə. Yol üstü bax bu cürlə qəşəng bir dənə bax belə butik bir oteldə ayaq saxladıq. Əslində butik yox, yəni iri oteldir. Yəni bir neçə nömrələri hələ bu başdan qeyd eləmək istəyirəm ki, çox qəşəng, bax belə üzü gülər buranın resepsiyonu var. Çox yaxşıdır bizə xidmət göstərirlər. İndi içərisi necədir? Onu da göstərəcəm. Sözsüz ki. Bu ikinci mərtəbədəki bizim otaq. Bax belə bir otaq. İçəri daxil olan kimi bax belə. Geniş iri dolab. Bakın bu şekilde. Bu sanuzel. Normal. Yani işgüzar səfər üçün heç də pis deyil. Bu otaq. Televizor var. Çay düzəltmək üçün hər şey var. Qəhvə var. Hətta bax belə meyvələr də qoyublar. Belə. Yəni ki, işgüzar səfər üçün 49 manata heç də pis deyil. Bax belənçi ilə qəşəng elvana çıxışı da var. Bax belə. Səhər yuxudan durandan sonra bir dənə hava var bu Qəbələdə. Gəl görəsən də. Hər nəfəslə hələ bir glukoz çəkir öz ciyərlərinə. Həmən otelin səhər yeməyi yeri müvəqqəti olaraq bu şadlıq sarayıdır. Onların restoranı remontdadır, təmirdədir bu dəqiqə. Yəni burada verirlər səhər yeməyini. Adam sayının da azlığını nəzərə alsaq, yəni İsveç usullu masa deyil, bax belə hazır götürürlər adamın qabağına. İndi isti yeməyi götürəcəklər. Çay da bax belə gəldi, ləzzətli. Özləri də süzdülər. Servis pis deyil, yaxşıdır. Bax belə qayğanaq yumurta da gəldi. Bax belə sosislər. Hə, bizim işgüzar səfərimiz bugün bitdi. Biz bu gözəl, 7 gözəl otelini tərk edirik artıq. Onu dedim, çox razı qaldım. Yəni işgüzar səfər üçün yol üstü gəlib burada qalmaq çox da bir əla, bir və düzgün seçimdir. Düzdür, biz sezonda gəlməmişik. Ola bilər buranın yəni istirahət vaxtında da qəşəng, səmərəli və maraqlı keçsin. Xüsusən də onu demək istəyirəm ki, bax burada resepsiyonda Nərmin xanım var, Kəmalə xanım var. Onların gülər üzlüyü, qonaqpərvərliyi adamı xüsusən heyran edir. Yəni məsləhətli bir yerdir. Buyuruz, gəlin. Qəlbdən qəlbə. Bu qədər.